Tərtəbə buludlar. Adı buludlardır. Salam əziz müştərilər və izləyicilər. Sizə bu gün nədir? Bir dənə ev göstərirəm ki, ev nədir? Karalyok. Evə bax, evin adı Karalyokdur. Ev hardadır? Yeni Yasamal Əsəd Əhmədov. Tərtəbə buludlar. Adı buludlardır. Yəni özünüz tapasınız ki, bu mənzil nə deməkdir? Mənzilimiz 1-dən 2-yə, yaxına gəlmədə 1-dən 2-yə düzəlmədir. Yəni ki, çiçək kimi təzə remont olunur. Tək bax, şəkilə bax, bir dənə buranı çəkdir. Böyrü üstə gedər, çəkiliş qabiliyyəti nasıl? Şəkilə bax, bahalı şəkil. Evə girən kimi adamın gözünə girir. Ev adamın gözünə girir ki, şəkildə biləsiniz ki, evin. Baxın, evə girdik. Girən kimi evi bizə də göstərir mətbəx. Mətbəxin en uzunu verir. Yəni en uzunu zarafat edirlər bəzi müştərilər. Mən biraz böyük adamım, 130 kilo vesim var. Sadəcə qəşəng səliqəli mətbəx var. Görürsünüz, nə lazımdır? Xaladelniyi qoydum bura. Gül kimi. Paltaryon istəmirsən, paltaryon qoy bura. Qabyon maşını istəmirsən, o da qoy bura. Sən nə istəyirsən? Burada yeməyi pişirdin, doğradın, xaladelniyi, qabı bax, qazanı götürdün, attın paltarçaya, moykuya. Bomba kimidir. Qapılardır. Qapılar adamın gözünə girir. Bomba kimi qapıdır. Gəl. Buradan görsən, bax, o hissəsidir. Bura mənzilimizin ən gözəl yeridir. Buradan çəkir, gör biraz şey deyirəm, bahalı evdir. Ən gözəl yeridir. Şəkilə bax, şəkil adama deyir. And içirlər ki, əllə işlənib, amma nəyə and içirlər o bilmirəm. Yəni ki, bu əllə işlənib, ancaq nə isə, bura mətbəx zal hissəsidir. Mənzilimizin zal hissəsi. Bax, geniş. Buradan qoyursan televizor. Televizor, bir dənə stol, divan, 6 metrlik divanı at bura. Bomba kimi mənzilimiz boyla işlənib, sonra bu lefka yox, nə bilim bu yadımdan çıxdı. Nəsə ondandır, padalok. Jalus padalok, jalus padalok. Pərdələr bahalı pərdədir, İtaliyadan gəlib hamısı. Yəni bir dənə sizə buranın, gəlində sizə buranın buludlar temasını göstərim bax. Bura haradır? Bura göy qurşağı. Bax, yerə bax, bulud. Mənə yox, yerə bax. Baba, yerə bax. Çiçək. Çiçək, aşağı baxırsan, bir dənə aşağı çək, hamı oynayır. Olmada bir risk eləyəmir. Neyse, mən biraz bilirsən, bırak kim üçün deyir, o yuxarını sevənlər var, özün göylə aparanlar. Göydə gəl yaşa da, bədi bax ol, nə işin var aşağı mərtəbədir. Yəni, bura mənzilimizin zal hissəsi yer, qoz ağacından da hamısı laminatdır, üstü qoz ağacı şəkillidir. Yəni, bax, laminata bax, adamın keyfin atır. Bomba kimi, gəl sən yataq otağını göstərsən, gəl bəli. Bura mənzilimizin yataq otağıdır. Yataq otağında da super aboy. Lüssü 1200 manat qiyməti var. Yəni baxın, evin qiyməti 1200 manat. Xaricdən gələn lüssüdür. Pərdədir, yenə də deyirəm, İtalyanski pərdədir. Yəni ki, özü kodlandır. Buradan da bir dənə çölə çıxışımız var. Yataq otağından. Məsələn, evdir də. İndi mənə çək. Bir dənə. Bax. Burada bu nədir? Burada söz-söhbət oldu, bu evdən qaçdım o bir ev. Yəni, burada bir də qaçmaq olur. Gül kimi evdir. Yəni, aldım bir ya, özün yaşa, gənc ailə. Belə adamlar üçün idealdır. Burayı isə mən yataq otağı deyəcəkdim, hamam tualet. Balaca, xudman nə olmalıdır? 52 kvadratlıq evin nə? Yox, Ümitazda nəysə o zarafadır. O sonra kamera arxası var göstərəcəm. Ümitazda nətər otururlar. Gördüyünüz kimi mənzilimiz girdik, bir dənə baxdıq, çıxdıq, qutardı. Yəni, yenə də deyirəm ki, su apardı mənə, kondisioner indi, kondisioneri söndürüblər, kondisioner buradadır. Bax, çəkilişdə düşüyü, siz görmüyorsunuz, amma mən görürəm. Mənzilimizin nə deyirəm? İpotekaya yararlıdır, təcili satılır, pul lazımdır. Bunu da yiyəsi ilə gedib, o tərəfdə də. Nə varsan? Nə varsan? Götürürüm, gəlir. Qəşən alqışlayıram bizim çəkilişi. Mənzilimiz 149 minə, bu dəqiqə gətirir, götür apar. Orta, hara sən mənə götürürsən, yoxsa mənzil çəkirsən? Köynəyim yenə də deyirəm, Louis Vuitton, bahalı köynəyə də bahalı mənzildir. 149 min manat, bu dəqiqə verir, bir dənə mənzilən gelir. Gəl götür apar. Ya havaydı, bu qiymətə nədir? Buranın kirayəsi, tək bu evin kirayəsi 650 manat. Al 149 minə, mənə bir 100 manat cimimə qoy. Yox, alandan sonra, orada makrel pulu var, o götüreyim. Sonra alandan sonra yenə şapoma 100 manatı qoyacaq. Buranı 650-yə səy verim. Düz 150-dən sonra bu vəziyyətdə də qalacaq. Öpürəm. Kim istəsə bizlə əlaqə edərsə, öpürəm, evdə çiçəkdir.